Təhsil yoxsa xarakter? Bir gün padşah vəzirindən soruşur. Vəzir, təhsil önəmlidir, yoxsa xarakter? Vəzir düşünmədən xarakter deyə cavab verir. Vəzirlə bu söhbətindən sonra padşah məmləkətin hər tərəfinə ən yaxşı heyvan tərbiyəçisinə 100 kisə qızıl verəcəyini söylüyor. Məmləkətin ən yaxşı heyvan tərbiyəçisi padşahın huzuruna gəlir. Padşah tərbiyəçidən soruşur. Bir pişiyə məcməyidə xidmət etməyi neçə aya öyrədə bilərsən? Tərbiyəçi cavab verir. Padşahım, 6 aya öyrədə bilərəm. 6 aydan sonra tərbiyəçini padşahın huzuruna yenidən gətirirlər. Padşah tərbiyəçidən soruşur. Pişiyə məcməyinə xidmət etməyi öyrədə bildinmi? Tərbiyəçi cavab verir. Öyrədə bildim, padşahım, öyrədə bildim. Bir neçə gün sonra sarayda böyük bir məclis qurulur. Həmin bu məclisdə də pişik məcməyi ilə xidmət eləyir. Pişik tam vəzirin qarşısına gəlib çatır ki, padşah vəzirdən soruşur. Vəzir, təhsil önəmlidir, yoxsa xarakter? Vəzir suala cavab verməmişdən qabaq, cibində hazır saxladığı sıçanı yerə buraxır. Pişik sıçanı görən kimi məcməyini yerə atıb sıçanın dalıyca qaçır. Bundan sonra vəzir başını yuxarı qaldırıb deyir. Xarakter padşahım, xarakter. Əziz dostlar, bəs sizə görə təhsil önəmlidir, yoxsa xarakter? Şərhlərdə cavabınızı gözləyəcəm.